Salam, hörmətli tamaşaçılar, Xəzər xəbərin bugünə olan ilk buraxılışı ilə qarşınızdayıq. Studiyada Arzu Xəlilovadır. Dövlət Turizm Agentliyi aparatının əməkdaşı Nicat Hüseynov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən martın 4-də şübhəli şəxs kimi tutulub və məhkəmə qarşısına çıxarılacaq. Bakı şəhəri Sabahel rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. O, xidməti fəaliyyət zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur. Daha əvvəl qeyd edildiyi kimi, Prezidentin sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib. Agentliyin bir sıra vəzifəli şəxsləri, o cümlədən Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov, Turizm Siyasəti və Strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifələrindən uzaqlaşdırılıb. Davam edirik. Gələn ay toyu olacaq gənc qəzada dünyasını dəyişib hadisə Tovuzun Qovlar şəhərinin ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetməni itirərək yol kənarında dayanan yük avtomobilinin qoşqusuna çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü 22 yaşlı Tovuzun Aşağı Quşçu kənd sakini İlham Rüstəmov dünyasını dəyişib. Hadisə şahidlərinin məlumatına görə sürücü sürət həddini aşaraq qəza törədib. Məlumata görə İlham Rüstəmovun aprel ayında toyu olacaqmış. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır. Lapet şeyliydi. Bir de gördük elə yeni dayanmışdıq, bir de gördük geldi özünü. Lapetə çıxdı. Nə maşın idi? 07. Tək idi içərisində? Hə, tək bir nəfər idi. Bəli, çox sürətli idi, özü də Avqonlu idi. 3-cü maşın Avqonlu idi. Hə, çıxardı elə bir şey eləyəndə gördük. Ücə daha taqqıltı səsində bildik ki, lapetin altında gördük. Hadisə edildi. Bəli. Ötən gecə paytaxtın Sabunçu rayonu ərazisində marşrut avtobusunun iştirakı ilə ağır qəza baş verib. Hadisə Heydər Əliyev prospektinin Bakı Olimpiya stadionunun qarşısından keçən hissəsində qeydə alınıb. Belə ki, Bakubas MMC-yə məxsus avtobus yük maşınına çırpılıb. Hadisə nəticəsində avtobus yararsız hala düşüb. Hadisəyə dumanlı hava şəraitinin səbəb olduğu da bildirilir. Faktla bağlı araşdırma aparılır. Hörmətli tamaşaçılar, faktiki hava şəraiti də açıqlanıb. Belə ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Quba, Şabran, Beyləqan, İmişli, Sabirabad, Zərdab, Neftçala, Biləsuvar, Lənkəran, Astarada duman müşahidə olunur və görünüş məsafəsi 500 metrədək məhdudlaşır. Ölkə ərazisində dumanlı hava şəraitinin martın 14-ədək fasilələrlə davam edəcəyi gözlənilir. Bu arada Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib. İdarədən verilən məlumata görə müraciətdə deyilir. Hazırda Respublika ərazisinin bir sıra yollarında müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar bir sıra bölgələrdə görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb. Dumanlı havanın digər hərəkət iştirakçılarına və nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə maneə yaratdığını nəzərə alaraq, sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur. Piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını aydın görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq yola çıxarkən daha məsuliyyətli olmalarını xahiş edir. Şəkidə avtomat satan şəxs tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, tədbirlərlə əvvəllərdə dəfələrlə məhkum olunmuş 49 yaşlı Mübariz Bəşirov saxlanılıb. Ondan Kalaşnikov markalı avtomat, həmin silaha məxsus daraq və 29 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs həmin silahı satmaq məqsədi ilə saxladığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Mübariz Bəşirov barəsində həbs qətimkan tədbiri seçilib. Xəzər xəbəri izləyirsiniz. Ukrayna hakimiyyəti indiyədək münaqişənin sülh yolu ilə həlli üçün kifayət qədər istək nümayiş etdirməyib. Bu barədə Amerika lideri Donald Trump deyib. Floridadan Vaşinqtona qayıdan
Prezident Kiyev Vaşinqtonla resurslara dair saziş imzalayacağı təqdirdə ABŞ Ukraynaya yardımı bərpa edəcəkmi sualına rəsmi Kiyevin sazişi imzalayacaqlarını düşündüyünü qeyd edib. Amma mən onların sülh istəmələrini istəyirəm. Hazırda bunu lazım olan dərəcədə göstərmirlər. Hələ ki bunu istəməyiblər. Amma düşünürəm ki, bu yaxın 2-3 gün ərzində bəlli olacaq deyə Trump əlavə edib. Bundan əlavə Donald Trump ABŞ-nın faktiki olaraq Ukraynaya kəşfiyyat məlumatlarının verilməsini bərpa etdiyini bildirib. Trump həmçinin əlavə edib ki, ABŞ administrasiyası Rusiya məhsullarına əlavə rüsumların tətbiqi və bu ölkəyə qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını nəzərdən keçirir. Bu arada Financial Times qəzetinin yazdığı məlumata görə Ukrayna Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlarda ABŞ-dən kəşfiyyat və hərbi dəstəyi bərpa etməyi xahiş edəcək. Nəşr bildirib ki, Ukrayna nümayəndə heyəti Amerika tərəfini Kiyevin münaqişəni tez bir zamanda dayandırmağa hazır olduğuna inandırmağa çalışacaq. O cümlədən məlum olub ki, Ukrayna tərəfi Moskvaya qarşı qismən atəşkəs, uzaq mənzilli raket və dron zərbələrinə Qara Dənizdə hərbi əməliyyatlara qadağa qoyulması ilə bağlı tələb irəli sürəcək. ABŞ Dövlət Departamenti sonradan deportasiya etmək məqsədi ilə Hamas tərəfdarlarının giriş vizalarını və qrin kartlarını ləğv edəcək. Bunu ABŞ-nın dövlət katibi Marco Rubio sosial media hesabında bildirib. Biz ABŞ-dəki Hamas tərəfdarlarının vizalarını və yaxud qrin kartlarını ləğv edəcəyik ki, onlar deportasiya oluna bilsinlər, deyə o bildirib. Qeyd edək ki, ABŞ prezidenti Donald Trump Amerika Birləşmiş Ştatlarının Fələstinə dəstək nümayişlərində iştirak edən əcnəbi tələbələrin və digər vətəndaşları ölkədən çıxaracağını vəd edib. Kanadada Mark Carney, hakim Liberal Partiyasının lideri seçilib, onun namizədliyini partiya üzvlərinin 85,9% dəstəkləyib. Qeyd olunub ki, inamlı qələbə qazanan Carney hökumətə də başçılıq edəcək. Ümumilikdə səsvermədə hakim partiyanın 400 minə yaxın üzvü iştirak edir. Carney yalnız hazırki baş nazir Justin Trudeau, general gubernator meri Simona istefa ərizəsi təqdim etdikdən sonra baş nazir postunu tutacaq. Bu arada qeyd edək ki, Mark Carney Vaşinqtona xəbərdarlıqda edərək ölkəsinin heç vaxt ABŞ-nın bir hissəsi olmayacağını bildirib. Amerika Kanada deyil və Kanada heç vaxt heç bir şəkildə və ya formada Amerikanın bir hissəsi olmayacaq. Bu mübahisəni biz başlamamışıq. Ticarətdə qeyd olduğu kimi Kanada qalib gələcək, deyə siyasətçi bildirib. O, Amerika Birləşmiş Ştatlarına güvənmədiyini qeyd edib. Bilirəm ki, bu qara günləri bizə artıq etibar edə bilməyəcəyimiz bir ölkə gətirib. Birləşərək sarsıntıdan çıxa biləcəyik. Sizə söz verirəm ki, biz birlikdə bu böhranın öhdəsindən gələcəyik, deyə Carney vurğulayıb. İran ona qarşı tətbiq edilən sanksiyaların ləğvini təmin etmək məqsədi ilə nüvə proqramı ilə bağlı etimad yaratmaq üçün Rusiya və Çin ilə məsləhətləşmələr aparır. Bu barədə İranın Xarici İşlər naziri Abbas Əraqçi bildirib. Hazırda biz Avropa üçlüyü, yəni Almaniya, Böyük Britaniya və Fransa, eləcə də ayrı-ayrılıqda Rusiya və Çin ilə qarşılıqlı hörmətə əsaslanan məsləhətləşmələr aparırıq. Məqsəd İrana qarşı tətbiq edilən qeyri-qanuni sanksiyaların ləğvi müqabilində nüvə proqramımızla bağlı etimad yaratmaq və daha çox şəffaflığa nail olmaq yollarını araşdırmaqdır, deyə nazir vurğulayıb. O qeyd edib ki, Tehran təzyiq altında və onu qorxutmağa çalışdıqları bir vəziyyətdə danışıqlar aparmayacaq. Əraqçının sözlərinə görə İranın nüvə proqramı hər zaman yalnız sülh xarakterli olub və belə də olacaq. Suriyanın Latakiya və ətrafında baş verən hadisələrdə ölənlərin sayı dəhşətli dərəcədə artıb. Suriya İnsan Haqları Müşahidə Qrupunun verdiyi açıqlamaya görə ölənlərin sayı 1000-i keçib. Ölənlərdən 700-dən çoxunun yaxın məsafədən güllələndiyi bildirilir. Al Jazeera telekanalının məlumatına görə Suriyanın keçid hökumətinin təhlükəsizlik orqanlarının ən azı 231 əməkdaşı Respublikanın keçmiş prezidenti Bəşər Əsədin tərəfdarları ilə silahlı toqquşmalarda
həlak olublar. Suriya keçid hökumətinin prezidenti Əhməd Əl-Şəra ölkənin qərbində baş verən hadisələrə münasibət bildirərkən deyib ki, Suriyanın yeni hakimiyyəti heç bir xarici qüvvənin və ya ölkə içindəki qruplaşmaların ölkəni vətəndaş müharibəsinə sürükləməsinə imkan verməyəcək. Bugün biz yeni təhlükə ilə üz-üzəyik. Bu, əvvəlki rejimin qalıqları və onların arxasında duran xarici qüvvələrin ölkəmizi parçalamaq, birliyini və sabitliyini pozmaq məqsədi ilə yeni nifaq salmaq, ölkəmizi vətəndaş müharibəsinə sürükləmək cəhdidir deyə Əl-Şara bildirib. Qeyd edək ki, martın 6-sında Laziqiyə, Tartus, Latakiya və Homs vilayətlərində hökumət qüvvələri ilə devrilmiş prezident Bəşər Əsədin tərəfdarları arasında toqquşma yaşanıb. Saat Məsəs xəbərlərini təqdim etdi hörmətli tamaşaçılar. Saat 18-də isə yenidən görüşəcəyik.